İndi sən Yusif, ora bəlkə sıx saxla, tərpənməsin telefon və mənə sual ver, yaxşı? Yaxşı. Nə sual vermək istəyirsən? Uşaqlarla ya da böyüklərlə bağlı? Böyüklərlə bağlı. Aha, sənə nə maraqlıdır? Kinodan soru verir. Ola bilər, ver. Kinoda niyə varlılar döyüşürlər? Kinoda niyə varlılar döyüşürlər? Yoxsa insanlar? İnsanlar niyə döyüşürlər? Kinoda insanlar niyə döyüşürlər? Məsələn, döyüş filmlərində mi? Bütün hamısında da döyüş filmlərdir. Bəzən nəyisə bölüşdürmək üçün döyüşürlər. Bəzən də eyni fikirdə olmadıqları üçün döyüşürlər. Məsələn, bizdə müharibələr olur, torpaqlar haqqında. Məsələn, kimsə gəlir deyir ki, bura mənimdir. O birisi də deyir ki, yox, mənimdir. İndi onu danışaraq aydınlaşdıra bilmədikləri üçün başlayırlar o iş üçün döyüşməyə. Məsələn, o şeyi paylaşmaq üçün. Təsəvvür edin. Quldurlar niyə döyüşürlər? Quldurlar niyə döyüşürlər? Onlar oğurluqla məşğuldur da. Gəlir məsələn, özləri qazanmır, sadəcə olaraq gedirlər, kimin nəyi varsa, tutaq ki, bəyəndikləri şeyi oğurluqla, zorla onları oradan götürürlər və yığırlar özlərinə var dövlət. Quldurlar haqqında harda eşitmisən? Quldurlar eşitmişəm də, görmüşəm mən motivdə. Aha, başqa sənə nə maraqlıdır? Mağam, fikirləşirəm. Məsələn, eyni fikirdə olmayan adamlar döyüşürlər. Sən sevirsən döyüşməyi, yoxsa? Ya da idman üçün də döyüşə bilərlər. İdmanla aran necədir? İdman yaxşı. Elə mi O döyüşürlər? şu güləşə deyirəm mən. Aha. Başqa nə sualın var? Telefonu möhkəm saxla. Aha. Əla. Başqa nə sualın var? Başqa. İnsanlarla bağlı sənə ən maraqlı. Ana ilə ata niyə acaqlanırlar bir-birinə? Ana ilə ata bir-birinə yoxsa sənə? Hə? Sənə acıqlanırlar. Aha, ya da bir-birinə. Niyə? Bəzən insanlar başqa cür fikirləşir. Məsələn, eyni fikirdə olmurlar, ona görə də dalaşmaq. Və ana ata niyə boşanırlar? Arada. Bəzi ana-atalar niyə boşanırlar? Boşanırlar çünki onlara artıq birlikdə nəsə eləmək maraqlı deyil. Artıq ikisi də başqa həyatlar yaşamaq istəyirlər. Amma ana-ata boşansa da uşaqların yenə anası, atası olaraq qalırlar. Yenə uşaqla yaxşı olurlar, onunla görüşürlər. Amma özləri ikisi ayrı həyat yaşayırlar. Məsələn, birlikdə olanda gərək hər yerə bir yerdə getsinlər. İndi istəyirlər ki, ayrı-ayrı getsinlər. Ona görə artıq yollarını ayırırlar, boşanırlar. Səncə bu pis bir şeydir? Pis şeydir də. Hə, uşaqlar üçün pisdir. Uşaqlara pis təsir edir. Bəzən uşaqlar fikirləşirlər ki, ata-ana boşansa da onlara pis olacaq. Amma əslində onlar üçün heç nə dəyişməyəcək. Ata yenə onu çox istəyəcək, ana yenə onu çox istəyəcək. Sadəcə olaraq onlar ikisi ayrı-ayrılıqda həyatlarını dəyişdirirlər. Başqa nə maraqlıdır sənə? Nə qəşəng suallar verirsən.